Məqalədə əsasən nə haqqında danışılır? Bu suala cavab vermək üçün mətnin sonuncu abzasına qayıtmalıyıq. Yazılıb. Nəticə olaraq telefon və planşet düzgün istifadə edildikdə uşaqlar üçün faydalı ola bilər. Əsas məsələ balansı qorumaq, sağlamlıq və təhlükəsizliyi unutmamaqdır. Texnologiya bizə kömək etməli, bizi idarə etməməlidir. Əgər bu cihazlardan ağıllı istifadə etsək, həm öyrənərik, həm də əylənərik. Unutmayaq, cihazlar bizim köməkçimizdir, oyuncağımız yox. C variantına baxaq. Telefon və planşetdən düzgün istifadə qaydaları haqqında. C variantı doğru cavab oldu. Ekrana uzun müddət baxmaq hansı fəsadlara səbəb ola bilər? İkinci abzasda qeyd olunub. Ən vacib qaydalardan biri ekran qarşısında keçirdiyimiz vaxtın miqdarıdır. Uşaqlar üçün bu vaxt gündə maksimum 1 saatdan çox olmamalıdır. Ekrana çox baxmaq gözlərdə yorğunluq, yuxusuzluq və diqqət dağınıqlığı yarada bilər. Deməli, ekrana uzun müddət baxmaq nə edir? Yuxusuzluq və göz yorğunluğu yaradar. B variantı doğru cavabdır. Valideynlərin rolu məqalədə necə göstərilmişdir? Baxaq, yazılıb. Valideynlərin nəzarəti altında istifadə çox önəmlidir. Uşaqlar öz başına internetə daxil olmamalı, yeni proqram və ya oyun yükləməzdən əvvəl mütləq valideynindən icazə almalıdır. Bəzi tətbiqlər və videolar uşaqlar üçün uyğun olmaya bilər. Buna görə ailələr telefon və planşetlərə uşaqlar üçün uyğun tətbiqlər yerləşdirməli və təhlükəsizlik ayarlarını aktiv eləməlidirlər. Deməli, birinci valideynlərin rolu təhlükəsizlik üçün nəzarətdir. Daha sonra davam eləyək, mətnin sonlarına doğru başqa bir cümlə istifadə olunur. Valideynlər uşaqlarına texnologiyadan düzgün istifadə etməyi həm öyrətməli, həm də nümunə olmalıdırlar. Deməli, valideynlər nümunə olan insanlardılar. C variantı doğru cavabdır. Aşağıdakılardan hansı telefon və planşetə faydalı alternativ fəaliyyətlərdəndir? Baxaq. Telefon və planşet əyləncə vasitəsi olsa da, uşaqlar üçün daha faydalı alternativlər də mövcuddur. Dostlarla birlikdə oyun oynamaq, çölə çıxmaq, idmanla məşğul olmaq, rəsm çəkmək və ya kitab oxumaq həm əyləncəli, həm də faydalıdır. Variantlardan hansı bu cümlədə qeyd olundu? Dostlarla birlikdə oyun oynamaq. B variantı doğru cavabdır. Məqalədə əsas nəticə olaraq nə qeyd olunur? A variantı texnologiya bizi idarə etməlidir, yanlış fikirdir. Çünki mətnin sonuncu abzasına baxsaq yazılıb ki, texnologiya bizə kömək etməli, bizi idarə etməməlidir. B-də yazılıb telefon və planşet yalnız zərərlidir. Bu yanlışdır, çünki məqalədə bizimlə həm telefon və planşet istifadəsinin yaxşı cəhətlərindən, həm də pis cəhətlərindən danışılır. Yəni, zərəri olduğu qədər faydası da var. Əsas olan balansı qorumaqdır. D-də yazılıb cihazlardan istifadə yalnız dərs üçündür. Bu da yanlışdır. Çünki yenə mətnin son abzasında əgər bu cihazlardan ağıllı istifadə etsək, həm öyrənərik, həm də əylənərik yazılıb. Yəni, yalnızca dərs öyrənmərik, həm də əylənə bilərik. Bu da yanlış fikir oldu. C variantına qayıdaq. Texnologiyadan balanslı və ağıllı istifadə etmək vacibdir. Bəli, bu doğrudur. Elə bizim mətnimizin də tam əsas ifadə etməyə çalışdığı fikir budur. Yenə sonuncu abzasa qayıdaq. Məsələn, yazılıb, əsas məsələ balansı qorumaq, sağlamlıq və təhlükəsizliyi unutmamaqdır. Yəni, texnologiyadan istifadə edərkən bizim üçün əsas olan balansı qorumaq və onu ağıllı istifadə etməkdir. C variantı doğru cavabdır. Hansı doğru deyil? Doğrusu modal söz. Bəli, doğrusu modal sözdür. Üçün qoşma. Üçün də qoşmadır. Fikrimcə qoşma. Fikrimcə qoşmadırmı dostlar? Xeyr, fikrimcə modal sözdür. Bu fikir yanlışdır. Biz artıq cavabı tapdıq. D-yə də baxaq. Görə, qoşma, bu da doğrudur. Cavabımız oldu C variantında. Aşağıdakı cümlələrin hansında bağlamaq sözü bir şeyin görünməsinin qarşısını almaq mənasında işlənmişdir? A variantı. Atası borclarını bağlayanda rahatladı. Burada bağlamaq, yəni o demək deyil ki, borcları artıq görmürdük. O deməkdir ki, borclarını ödəyib bitirmişdi. Bu uyğun gəlmədi. C-yə baxaq. Evdən çıxanda kompüteri bağladı. Burada bağlamaq nə deməkdir? Söndürmək mənasındadır. Yəni, kompüteri görünməz eləmir birdən. D-yə baxaq. Mövzunu bağlayıb başqa şeylərdən danışdılar. Bu da o deməkdir ki, mövzunu bitirdilər. Yəni, bu mövzu haqqında danışmamağa başladılar artıq. Yenə bunun da görünməməklə əlaqəsi yoxdur. B variantı. Qarşımdakı adam mənzərəni bağlayırdı. Bu həqiqətən də qarşımdakı adam mənə mənzərəni görməyin qarşısını alırdı deməkdir. Bir şeyin görünməsinin qarşısını almaq. B variantı doğru cavabdır. Hansı cümlədə antonim sözlər cütü işlənmişdir? A variantı. Qapını döydüm, amma sən evdə yox idin. Burada hər hansı bir antonim sözlər yoxdur. B variantı. Mən yeməyimi bitirdim, amma bacım bitirmədi. Dostlar, bəzən biz çaşıb bitirmək və bitirməməyi antonim götürmək istəyə bilərik, amma bu tamamilə yanlışdır. İnkar şəkilçisi ilə düzələn sözlər bir-birinin antonimi sayılmır. Nəticə olaraq burada hər iki söz bitirmək sözüdür, yəni. Bunlar bir-biri ilə antonim sözlər deyil.
C variantı. Otaq istidir, çöldə isə soyuqdur. İsti, soyuq. Biz artıq antonimləri tapdıq. İsti və soyuq bir-birinin əksidir, həm də eyni nitq səsidir. Onları antonim götürə bilərik. Deyə baxaq. İki düşmən ölkə aralarında razılaşdılar. Burada da hər hansı bir antonim cütü yoxdur. C variantı doğru cavabdır. Hansı variantda sinonim və antonimlik baxımından uyğunluq pozulmuşdur? A. Tək, yalqız. Tək və yalqız bir-birinin sinonimidir. Gəlin yazaq. B-ni axıra saxlayaq. C-də yazılıb. Öymək, tərifləmək. Yenə bir-birinin sinonimi oldu. D. Arı, kök. Bir-birinin antonimidir. Amma zəif, incə nə bir-birinin sinonimi deyil, nə də bir-birinin antonimi deyil. Zəif incə demək deyil ya da incə zəif demək deyil. Ola bilər ki, zəif olan biri həm də incə olsun ya da incə olan biri həm də zəif olsun. Amma zəif sözünün leksik mənası ilə incə sözünün leksik mənası bir-biri ilə eyni ifadəyə gəlmir. Ona görə də biz bunları sinonim götürə bilmərik. Məsələn, zəifin əksi olardı güclü, incənin əksi olardı qalın. Antonimləri bunlar olardı. Yəni, bu bizə uyğun gəlmir. B variantı bizim cavabımız oldu. Lakonik ifadələr necə ifadələrdir? Lakonik ifadələr nəyə deyilir dostlar? Həcmcə qısa, mənaca dərin ifadələrə deyilir. C variantı doğru cavabdır. O biri variantlara da baxaq. El ağsaqqallarının söylədiyi hikmətli ifadələr atalar sözləri yaxud da məsəllər adlanır. Lakonik ifadə adlanmır. Yazılışı deyilişi fərqli, mənaları yaxın olan sözlərə sinonimlər deyirik. Mənaca bir-birinin əksi olan sözlərə isə antonimlər deyirik. Cavabımız oldu C variantında. Aşağıdakı cümlələrdən hansında ilə yerinə və yazıla bilər? Dostlar, bilirik ki, ilə həm qoşma ola bilər, həm də bağlayıcı. İlə qoşma olanda və onu əvəz eləyə bilməz, çünki və bağlayıcıdır. Amma ilə bağlayıcı olanda onu və bağlayıcısı ilə əvəz eləyə bilirik. Gəlin qayıdaq variantlara. A-da yazılıb, tozsoran ilə yerləri süpürdüm. Tozsoran ilə burada ilə qoşmadır. Tozsoran vasitəsilə deməkdir, bağlayıcı deyil. Ona görə də və yaza bilmərik. Tozsoran və yerləri süpürdü, bu yanlış fikirdir. Səninlə bir daha heç bir yerə getməyəcəm. Səninlə yenə qoşmadır. Sənin və bir daha heç yerə getməyəcəm deyə bilmərik. Bura taksi ilə gəldik, yenə qoşma görürük. Bura taksi və gəldik deyilməz. Mağazadan dəftər ilə qələm aldım. Dəftərlə qələmi bir-birinə bağlayıb, bağlayıcıdır. Deyə bilərik, düzdür? Mağazadan dəftər və qələm aldım. Cavabımız oldu D variantında. Verilmiş sözlər arasında ismin hansı halına aid nümunə yoxdur? Ağac. Ağac sözün köküdür, heç bir qrammatik şəkilçi yoxdur. Bu adlı haldadır. Dağın. Dağ sözün kökü ın, yəlik hal şəkilçisi. Yəlikdə olanı tapdıq. Evdə. Ev sözün kökü dadə, yəlik hal şəkilçisi. Yerlikdə tapdıq. Qəzeti. Qəzet sözün kökü i, təsiri hal şəkilçisi. Qəzeti. Təsirlikdə tapdıq. Parta. Parta da sözün köküdür, adlıq haldadır. Çıxışlıq halda olan söz tapmadıq. Çıxışlıq hal şəkilçisi necədir? Dan, dən. Bu bizim variantlarımız arasında yox idi. Bizim sözlərimiz arasında yox idi. Cavabımız ona görə də oldu C variantında. Hansı cümlədə məcazi mənada söz işlənmişdir? Gəlin sonuncu variantdan başlayaq baxmağa. Hava soyuq olsa həkimə getməyəcəm. Soyuq hava həqiqi mənadadır. Həqiqətən də havanın temperaturu soyuq ola bilər. İsti bir gündə yola çıxdıq. İsti gün yenə həqiqi mənadadır. Havanın temperaturu isti ola bilər. Əşyaları burada topladım. Burada da hansısa bir məcazi mənalı söz yoxdur. İşdən tamam soyudum. Dostlar, məsələn desəydik ki, yemək soyudu, burada yeməyin temperaturunun aşağı düşməyindən danışardıq. Bu həqiqi mənada olardı. Amma işdən soyumaq, burada hansısa bir temperaturdan söhbət getmir, düzdür? Bu məcazi mənadadır. Yəni, o deməkdir ki, işdən bezdim, işdən yoruldum. Cavabımız oldu A variantında. İşdən soyudum, məcazi mənadadır. Sənan yeni aldığı köynəyin etiketində aşağıdakı işarələrdən hansını görə bilər? Dostlar, A variantındakı işarə bizə çıxışı göstərir, düzdür? Bunu çox vaxt müxtəlif binalarda, böyük binalarda çıxış tapmaq çətin olanda qoyurlar ki, biz hansı tərəfdən çıxmalıyıq, binadan necə xaric olmalıyıq, tapa bilək. C və D variantındakı işarələr yol işarəsi qaydalarıdır. Bunları da köynəyin üzərində görməliyik. B variantındakı işarəni isə köynəyin üzərində görə bilərik. Bu nə deməkdir? Köynəyi ütüləyə bilərik deməkdir, düzdür? B variantı doğru cavabdır. Hansı cümlədə o şəxs əvəzliyi kimi istifadə olunub? O şəxs əvəzliyi kimi istifadə olunanda ismi əvəzlənməlidir. Baxaq. O şəhər gördüyüm ən qədim şəhər idi. O şəhər. Hansı şəhər? Sifəti əvəz edib. İsmi yox, bu işarə əvəzliyidir. O məsələdə səhvlik var. Hansı məsələ? Yenə işarə əvəzliyidir. O maşın hələ təmir olunmayıb.
Hansı maşın işarə əvəzliyidir? O əvvəlcə dişlərini fırçaladı, sonra yatmağa getdi. Yatmağa getdi kim? O. İsmi əvəz elədi. Biz artıq cavabımızı tapdıq. Həm də dostlar, o işarə əvəzliyi kimi istifadə olunanda heç vaxt ondan sonra vergül qoyula bilməz. Vergülü ancaq şəxs əvəzliyindən sonra qoyuruq. O şəxs əvəzliyindən sonra həmişə vergül qoyulur ifadəsi yanlışdır. Çünki şəxs əvəzliyindən sonra da vergül qoyulmayan hallar var. Amma vergül qoyulubsa, o mütləq şəxs əvəzliyi olmalıdır. İşarə əvəzliyindən sonra, o işarə əvəzliyindən sonra vergül istifadə olunmur. Cavabımız oldu D variantında. Çoxaltma dərəcəsində olan sifəti müəyyən edin. Qırmızı və ağbəniz adi dərəcədədir. Hansısa bir qrammatik şəkilçi yoxdur yanlarında. Qoca təhər azaltma dərəcəsindədir. Təhərlə azaltma dərəcəsi düzəlir. Körpəcə isə çoxaltma dərəcəsindədir. Cavabımız oldu B variantında. Nöqtələrin yerinə hansı söz işlənsə cümlənin təsir gücü artar? Cümlənin təsir gücünü hansı sözlər artırır? Əlbəttə ki, ədatlar. Yəni biz variantlar arasında ədat olanı axtarmalıyıq. Əvvəl, təkcə, bəlkə, sonra. Bunlardan hansı ədatdır? Təkcə ədatdır. Sırada təkcə atası var idi. Yəni sırada atasının bir nəfər olduğunu vurğulamaq üçün istifadə olunur bu. Yəni sırada bircə nəfər var idi, o da atası idi mənasındadır. Doğru cavab B variantındadır. Batmaq sözü aşağıdakı cümlələrdən hansında məcazi mənadadır? A variantı. Ayağım palçığa batdı. Bu doğru. Bu məcazi yox, həqiqi mənadadır. Ayağım həqiqətən də palçığa bulaşır. Əlinə iynə batanda sifət, əlinə iynə batanda qanadı. Əlinə iynənin batmağı da həqiqi mənadadır. İynə həqiqətən də adamın əlinə batır. C variantı. Oyun oynayanda ayağına tikan batdı. Yenə tikan həqiqətən ayağına batır. Bu da həqiqi mənadadır. Qəribə davranışları gözümə batdı isə, burada gözümə həqiqi olaraq heç nə batmır, düzdür? Sadəcə olaraq diqqətimi çəkdi, nəzərimdən yayınmadı, bu mənalardadır. Yəni həqiqi yox, məcazi mənada işlənib. Cavabımız oldu D variantında. Hansı bənddəki sözlərin heç bir halda leksik mənası yoxdur? Heç bir halda leksik mənası olmayan sözlər ancaq qrammatik mənası olan sözlər, yəni ancaq köməkçi nitq hissəsi olan sözlərdir. Əgər hansısa əsas nitq hissəsi varsa, onu götürməyəcəyik. Bəlkə, üçün, ancaq. Dostlar, bunların üçü də ancaq köməkçi nitq hissəsi kimi istifadə oluna bilir. Ona görə də biz artıq cavabımızı tapmışıq. O bir variantlara baxaq. Kimi, qədər, ilə. Kimi ilə köməkçi nitq hissəsi olsa da, qədər həm də say kimi istifadə oluna bilir. Məsələn, bir qədər alma. Burada leksik məna daşımış olur. Nə qədər? Yəni miqdarını göstərmiş olur. Mən, sən, o. Bunların üçü də əvəzlikdir. Əsas nitq hissəsidir. Üçünün də leksik mənası var. Xülasə, nəhayət, kitab. Dostlar, məsələn, xülasə həm modal kimi istifadə oluna bilər, amma həm də əsərin xülasəsi desək, əsas nitq hissəsi olmuş olur. Ya da kitab ümumiyyətlə əsas nitq hissəsidir, köməkçi nitq hissəsi deyil. Yəni bunların da leksik mənası oldu. Leksik mənası olmayan variant A variantındadır. Biri başqa qoşmasının sinonimi kimi işlənə bilər. Gəlin başqa sözünü bir nümunədə qoşma kimi işlədək. Məsələn, səndən başqa. Səndən başqa ifadəsində başqanın nəyini əvəz edə bilərik? Səndən savayı. Deməli, başqa və savayı sinonim kimi istifadə oluna bilər. Cavabımız oldu D variantında.